Onun otağı balaca muzeyi xatırladır. Əlavə hazırlığa getmədən yüksək nəticə əldə etmək mümkündürmü? Bu sualın cavabını axtarmağa ehtiyac yoxdur. Çünki cavabı 9-cu sinifin buraxılış imtahanından 268 bal toplayan və qırmızı attestata layiq görülən İslamdan eşidəcəksiniz. Hər gün məktəblərdə müəllimlər bizə testlər də elətdirirdi. O testlərdən yaxşı nəticə yığırdım. Onlar üçün çoxlu çalışırdım, test toplar işləyirdim, əlavə internetdən testlər də işləyirdim. Onun üçün dərs oxumaq məcburiyyət deyil, gündəlik həyatının ayrılmaz hissəsidir. Rəsm isə rahatlıq, yorğunluğunu atmaq üçün bir vasitə. İslam belə deyir, rəsmə olan böyük həvəsinə baxmayaraq, gənc müsahibim gələcəkdə informasiya texnologiyaları sahəsində çalışmaq arzusundadır. Rəsmi elə belə hobi olaraq işləyirəm, dərslərimə daha çox önəm verirəm. Yəni rəsmə çox zaman gündə 1-2 saat vaxt ayırıram. Əsas dərslərimi eləyirdim. Onun bacarığı bununla məhdudlaşmır. Çalışqan şagird eyni zamanda yaxşı şahmat oynamağı bacarır. Məktəblər arası yarışda 2-ci yerə layiq görülərək medalla təltif edilib. Anası Təranə xanım İslamın uğurunu məsuliyyətli və planlı olması ilə əlaqələndirir. Mən desəm ki, İslam məktəbdən gələndə İslam dur, çantanı götür, kitabını az, tez dərsini elə, nənəsə qorxuzaq onun, yox. Bizdə heç öbürsü qızımda da heç elə olmayıb. Özləri həmişə məsuliyyətli olublar. Gələn kimi dərslərini eləyib. Yeməyin yeyirdi, biraz dincəlirdi. Sonra başlayırdı dərslərini eləmək. Evdə elə öz otağında eləyirdi, burada eləyirdi. Deyim ki, saatlarla qalırdı, dərs eləyirdi. Yox, maşallah, biraz da yaddaşı yaxşıdır. Qəhrəmanım deyir ki, əzmdən çalışmaq, uğur əldə etmək üçün mühüm olan faktorlardan sadəcə biridir. İstedad, düzgün zaman bölgüsü və məşğul olduğun işə həvəslə yanaşma da nəticəyə təsir edir. Nəzrin Müşfiq qızı Sənan Kərimli, İTV Xəbər.